Bugün qəhrəmanımız vətən uğrunda canından keçən Məmmədov Bəxtiyarın şəhidlik zirvəsinə ucalmasından 5 il ötür. 5 ildir ki, o torpağın bağrında, amma qəlbimizin ən uca zirvəsindədir. Məmmədov Bəxtiyarın ruhunu yad etmək, onun əziz xatirəsini anmaq üçün 30 oktyabr 2025-ci il saat 11:00-da Qobustan rayonunun Nabur kəndində şəhidimizin məzarı ziyarət olunacaq və anım mərasimi keçiriləcək. Daha sonra şəhidimizin ailəsi tərəfindən böyük boya başa çatdığı evdə ehsan süfrəsi təşkil olunacaq. Hər kəs dəvətlidir. Onun xatirəsi hər zaman qəlbimizdə yaşayır. Adı daima hörmət və qürurla anılır. O həyatı ilə bizə mərdliyini və vətən sevgisinin nə demək olduğunu öyrətdi. Zaman keçir, amma onun adı, gülüşü, addımları, izi, mərdliyi, şücaəti bu gün də yaddaşlarımızda yaşayır. Biz Bəxtiyarla qürur duyuruq. Onu unutmarıq və unutturmarıq. Və unutmayaq ki, şəhidlik bir həyatın sonu deyil, əbədi bir şərəfin adıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.